Hə, gəldim Ülkərimin yanına. Bilirsiniz, saçlarım aşırı dərəcə tökülür və saçlarıma müalicə edirik. Uzun zamandır Ülker deyir ki, gəl egzosomun vaxtıdır, vaxtında vuraq. Mən də deyirdim ki, hə, bugün gələcəm, sabah gələcəm, bugün gələcəm, sabah. Amma baxdım ki, doğrudan da artıq ehtiyac var. Çünki egzosomu vurandan sonra mənim saç tökülmələrim 80 dərəcə, 80%, yəni dayanmışdı və yeni saçlar çıxırdı. Hətta bax burada sizə göstərəcəm. Bunu baba görürsüz. Bu egzosomdan eynən. Və bu egzosomdan sonra çıxan saçlarımdır mənim. Baby tüklərim var idi burada. Onlar hamısı uzanıbdı. İndi yenə gəldi egzosoma. Bu egzosomdan sadəcə Ülkərdə var, onu da deyim. Bitki mənşəlidir. Bəli. Heyvan və insan mənşəli deyil. Çünki mən önərmirəm. Heyvan və insan mənşəli egzosomları məsləhət görmürəm. Bəli. Düzdür. Bəzi nahiyələrdə, nöqtələrdə ağrısı olur. Amma bir çox yerlər, məsələn bu hissələrdə ağrı olmur. Ağrılar yalnız bu kənarlarda olur. Harada daha çox tökülmə var. Dözüləcək ağrıdır, bəli. Başlayaq. Ağrımayan yerlərdən başlanır. Bu prosedur həm tökülməni dərhal dayandırır, həm də saçların sürətli uzanmağına kömək edir. Sadəcə olaraq bir nüans var. Prosedur sonrası ilk bir həftə, ilk 2 həftə ərzində saç tökülməsi daha şiddətli ola bilər. Bu öncədən deyim. Nəyə görə? Çünki zəif olan saç folikulları artıq dərhal tökülür və yəni töküləcək olanlar artıq dərhal tökülür. Yəni artıq tökülmə varsa biz 3-4 ay öncəyə baxırıq, 2 ay, 3 ay, 4 ay öncəyə baxırıq ki, orqanizm həmin dönəmdə nə yaşayıbdı? Hormonal və yaxud stres və yaxud hər hansı bir əməliyyat və yaxud hər hansı bir medikament ola bilər, dərman qəbul ola bilər. Yəni bu prosedurdan sonra Qızlar, bunu sizin üçün çəkirəm ki, hal-hazırda prosedura edirik və görürsünüz, demək olar ki, ağrı yoxdur. Yəni dözüləsi ağrıdır bu. Bəzi nahiyələr var, o da ancaq boyun hissəsində biraz ağrı olur da, belə çox olmur. İlk 1-2 həftə saç tökülməsi bu prosedurdan sonra normaldır. Çünki ölmüş saçlar tökülür, hansı ki bu vaxtında tökülməli olan saçlar idi. Onlar tökülür və ondan sonra artıq yeni saçlar çıxır və sürətlə çıxır, sürətlə uzanır. Bəli. Eynən. Hətta allopesiya zamanı, şiddətli, ocaqlı allopesiya zamanı da egzosom möhtəşəm effektlər verir. Allopesiya ümumiyyətlə ən çətin müalicə olunan saç tökülmə səbəbidir. Bu proseduru ən çox yeni doğuş etmiş qadınlara məsləhət görürəm. Çünki mənim saçım doğuşdan sonra bu qədər tökülməyə başlamışdı. Və bu prosedurdan sonra bu saç tökülməsi dayanmışdı. Bu proseduru ayda 2 dəfə etsəz yetərlidir. Hə, gəldim Ülkərimin yanına. Bilirsiniz, saçlarım aşırı dərəcə tökülür və saçlarıma müalicə edirik. Uzun zamandır Ülker deyir ki, gəl egzosomun vaxtıdır, vaxtında vuraq. Mən də deyirdim ki, hə, bugün gələcəm, sabah gələcəm, bugün gələcəm, sabah. Amma baxdım ki, doğrudan da artıq ehtiyac var. Çünki egzosomu vurandan sonra mənim saç tökülmələrim 80 dərəcə, 80%, yəni dayanmışdı və yeni saçlar çıxırdı. Hətta bax burada sizə göstərəcəm. Bunu baba görürsüz. Bu egzosomdan eynən. Və bu egzosomdan sonra çıxan saçlarımdır mənim. Baby tüklərim var idi burada. Onlar hamısı uzanıbdı. İndi yenə gəldi egzosoma. Bu egzosomdan sadəcə Ülkərdə var, onu da deyim. Bitki mənşəlidir. Bəli. Heyvan və insan mənşəli deyil. Çünki mən önərmirəm. Heyvan və insan mənşəli egzosomları məsləhət görmürəm. Bəli. Düzdür. Bəzi nahiyələrdə, nöqtələrdə ağrısı olur. Amma bir çox yerlər, məsələn bu hissələrdə ağrı olmur. Ağrılar yalnız bu kənarlarda olur. Harada daha çox tökülmə var. Dözüləcək ağrıdır, bəli. Başlayaq. Ağrımayan yerlərdən başlanır. Bu prosedur həm tökülməni dərhal dayandırır, həm də saçların sürətli uzanmağına kömək edir. Sadəcə olaraq bir nüans var. Prosedur sonrası ilk 1 həftə, ilk 2 həftə ərzində saç tökülməsi daha şiddətli ola bilər. Bu öncədən deyim. Nəyə görə? Çünki zəif olan saç folikulları artıq dərhal tökülür və yəni töküləcək olanlar artıq dərhal tökülür. Yəni artıq tökülmə varsa biz 3-4 ay öncəyə baxırıq, 2 ay, 3 ay, 4 ay öncəyə baxırıq ki, orqanizm həmin dönəmdə nə yaşayıbdı? Hormonal və yaxud stres və yaxud hər hansı bir əməliyyat və yaxud hər hansı bir medikament ola bilər, dərman qəbul ola bilər. Yəni bu prosedurdan sonra
Qızlar, bunu sizin üçün çəkirəm ki, hal-hazırda prosedura edirik və görürsünüz, demək olar ki, ağrı yoxdur. Yəni dözüləsi ağrıdır bu. Bəzi nahiyələr var, o da ancaq boyun hissəsində biraz ağrı olur da, belə çox olmur. İlk 1-2 həftə saç tökülməsi bu prosedurdan sonra normaldır. Çünki ölmüş saçlar tökülür, hansı ki bu vaxtında tökülməli olan saçlar idi. Onlar tökülür və ondan sonra artıq yeni saçlar çıxır və sürətlə çıxır, sürətlə uzanır. Bəli. Eynən. Hətta allopesiya zamanı, şiddətli, ocaqlı allopesiya zamanı da ekzoson möhtəşəm effektlər verir. Allopesiya ümumiyyətlə ən çətin müalicə olunan saç tökülmə səbəbidir. Bu proseduru ən çox yeni doğuş etmiş qadınlara məsləhət görürəm. Çünki mənim saçım doğuşdan sonra bu qədər tökülməyə başlamışdı. Və bu prosedurdan sonra bu saç tökülməsi dayanmışdı. Bu proseduru ayda 2 dəfə etsəz yetərlidir.